Salam hər bir vaxtınız xeyirli olsun. Demək belə bir pultu təmirə gətiriblər. Pult işləmir. İndi ortaq nəticəni bir yerdə izləyək. Pultu qismən söktü, membranlardan savayım. Membranları çıxartdıq. Burada prosesin ayağında problem var. Hissədə nə varsa hər bir şey ayrı-ayrılıqda təmizlədik. Membranlardan savayı membranları da təmizləyəcəyik. Yəni problem yaradıb prostoy batareyka. Bu da problemi aradan götürdük. Membranları da ayrı-ayrılıqda təmizlədik. Hal-hazırda laboratorun adaptera qoşmuşuq, prosesor dərəcəsini ölçürük. İş prinsipində gecikmə yoxdur. Hal-hazırda təmizlədiyimiz detallardır. Yerinə bərpa edirik. Şuruplarını bağladıq. Demək, orijinal daşlarını da qoyduq. Bütün knopkalar da işlədi. Bu qədər. Çox sağ olun, izlədiyiniz üçün.